Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 8-ci sinif riyaziyyat dərsliyindən səhifə 63-də yerləşən Viet teoremi mövzusunu izah edəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda tez-tez 8-ci sinif riyaziyyat dərsliyinin izahlarının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Həmçinin fikir və təkliflərinizi də şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. Onu da qeyd edim ki, hansı sinifin videoları daha çox bəyənilsə və izləyicilər daha çox aktivlik göstərsələr, növbəti videolarımda həmin sinifin izahlarına daha çox üstünlük verəcəm. İndi isə uşaqlar keçək Viet teoreminə. Kvadrat tənlikləri həll etmək üçün biz bir neçə üsul öyrəndik. Vuruqlara ayırma üsulu, yəni x kvadratının əmsalı 1 olan halda və x kvadratının əmsalı a olan halda 2 dənə vuruqlara ayırma üsulunu öyrəndik. Əlavə olaraq qrafik üsulu öyrəndik. Bir də köklər düsturunu öyrəndik. Bundan əlavə bir də Viet teoremi vasitəsilə kvadrat tənlikləri həll etmək olur. İndi uşaqlar, yuxarıda araşdırma hissəsində bir tənlik verilib. Gəlin həmin tənliyə baxaq. X kvadratı çıxaq 2x çıxaq 1 bərabərdir 0. Bu tənliyi həll etsək, köklər 1 üstəgələk kökdə 2, bir də 1 çıxaq kökdə 2 alınır. İndi bu tənliyin köklərinin cəmi bizə verəcək eləcə 2. Toplasaq, baxın, toplayıb göstərsək. x1 üstəgələk x2 bərabər olacaq 1 üstəgələk kökdə 2. Üstəgələk 1 çıxaq kökdə 2. Burada da əks işarəli hədlər gedir, 2 verir. Kökləri hasili isə müxtəsər vurma düsturlarından kvadratlar fərqidir. Vurub açanda bizə verir 1-in kvadratı çıxaq kökdə 2-nin kvadratı. Kvadratla kök ixtisar gedir. 1-in kvadratı 1, 2-nin də çıxanda mənfi 1 verir. İndi gəlin baxaq. Köklər cəmi 2 oldu, köklər hasili mənfi 1 oldu. Tənliklə nə kimi əlaqəsi var? Baxın, köklər hasili sərbəsəddə bərabərdir. Köklər cəmi isə əks işarə ilə götürülmüş ikinci həddə bərabərdir. Yəni, x-in əmsalına bərabərdir. Onda biz artıq bu üsula yavaş-yavaş yaxınlaşdıq. Deyirik ki, Viet teoremi çevrilmiş kvadrat tənliklər üçün ödənilən bir teoremdir. Yəni, başqa kvadrat tənliklərə tətbiq etmək üçün gərək öncə tənliyi çevrilmiş kvadrat tənlik şəklinə salasınız. X kvadratı üstəgələk px plus 2 bərabərdir 0 şəklində çevrilmiş kvadrat tənlikdə tənliyin kökləri əks işarə ilə götürülmüş x-in əmsalına bərabər olur. Hasili isə, köklərin hasili isə sərbəst həddə bərabər olur. Uşaqlar, teorem bax bu qədərdir. Yəni, çox da gözünüzdə böyütməyin. Sadəcə bu qədərdir. Çevrilmiş kvadrat tənliyin kökləri əks işarə ilə götürülmüş x-in əmsalına, köklərin hasili isə sərbəst həddə bərabərdir. Sonra həmin ədədləri zaten rahatlıqla tapa bilərsiniz. Tapa bilməsəz də bu üsulla digər üsulların hər birindən istifadə edib tənliyi rahatlıqla həll edə bilərsiniz. İndi uşaqlar, burada Viet teoreminin isbatı da verilib. Bir daha təkrar edirəm. Viet teoremi çevrilmiş kvadrat tənliklərə tətbiq olunur. Əgər kvadrat tənlik çevrilmiş kvadrat tənlik deyilsə, bax burada yazılıb, istənilən ax kvadrat plus bx plus c bərabər 0 kvadrat tənliyini hər tərəfini x-in əmsalına bölərək çevrilmiş kvadrat tənliyə gətiririk, sonra bu üsulu tətbiq edirik. Sonra bax bu Viet teoremini tətbiq edirik. Ancaq çevrilmiş kvadrat tənliklər üçündür. Burada uşaqlar çevrilmiş kvadrat tənliyin köklərinin həqiqətən də x-in cəminin x-in əmsalına, hasilinin isə sərbəst həddə bərabər olduğunu isbat ediblər. Biz yuxarıda çalışmaların birində çevrilmiş kvadrat tənlik üçün köklər düsturunu və diskriminantı sadələşdirmişdik. Hətta qısa bir dərs izahı da verilmişdi. Yuxarılara baxsaz görəcəksiniz yuxarıki səhifələrdə.
İndi köklər düsturu nə idi? Mənfi p çıxaq kök altda d bölək k, mənfi p üstə gələk kök altda d bölək k. Bunları toplasaq, köklər cəmi bizə verir mənfi p-ni. Gördünüz, x-in əmsalının əksidir. X-in əmsalı burada müsbət p-dir. Biz onun əksini götürəcəyik. Köklər hasili bir-birinə vurduq və sonda gördük ki, həqiqətən də q-yə bərabərdir. Bir daha təkrar edirəm. Viet teoremi çevrilmiş kvadrat tənliklər üçündür və tənliyin köklərinin cəmi əks işarə ilə götürülmüş ikinci əmsala, yəni x-in əmsalına. Köklərin hasili isə sərbə səddin özünə bərabərdir. Dərsimiz çətin bir dərs deyil. Bax, bu şəkildə asan bir dərsdir. İndi uşaqlar keçək çalışmaların izahına. Çalışmaları izah edərkən mən bu üsulu sizə daha qəşəng bir şəkildə izah edib göstərəcəm. Misal üstündə məncə daha yaxşı başa düşəcəksiniz. Birinci bəndə baxaq. Tənliklərin köklərinin cəmini və hasilini Viet teoreminə görə tapın. Tənliyi həll etməklə nəticənin doğruluğunu yoxlayın. Birinci, x kvadratı çıxaq x çıxaq 6 bərabərdir 0. Viet teoremində köklərin cəmi əks işarə ilə götürülmüş ikinci həddə, köklərin hasili isə sərbə səddə bərabər olur. Yazırıq, köklərin cəmi x1 plus x2 bərabərdir. X-in əmsalı burada mənfi 1-dir. Biz onun əksini götürürük müsbət 1. Köklərin hasilini isə elə sərbə səddin özünə bərabər götürürük. Və fikirləşirik, görək bu ədədlər hansı ədədlərdir. Vuranda mənfi 6 eləsin, toplayanda isə müsbət 1 eləsin. 3 və mənfi 2. x1 bərabərdir 3, x2 bərabərdir mənfi 2. İndi uşaqlar gətirib tənlikdə yerinə qoyaq, yoxlayaq, görək düzdürmü? 3-ün kvadratı 9, çıxaq 3, 6, 6-dan 3-ün çıxanda 0. Mənfi 2-ni qoyuram, mənfi 2-nin kvadratı 4, mənfi 2-ni mənfi 1-ə vuranda müsbət 2 eləyəcək, 4 ilə 2-ni də toplayanda 6, 6-dan 2-ni çıxanda 0. Hər biri tənliyi 0-a çevirirsə, deməli köküdür, düzgün cavabı tapmışıq. İkinciyə baxaq. X kvadratı üstə gələk x, çıxaq 2 bərabərdir 0. Viet teoremində köklərin cəmi əks işarə ilə götürülmüş x-in əmsalına bərabər olur. İkinci həddə yəni. X-in əmsalı müsbət 1-dir, biz əksini götürürük mənfi 1. Köklər hasilini isə elə olduğu kimi sərbə səddin özünə bərabər götürürük. İndi fikirləşək görək bu ədədlər hansı ədədlərdir? Vuranda mənfi 2, toplayanda mənfi 1 eləsin. Mənfi 2 ilə müsbət 1. x2 də bərabərdir müsbət 1. Vuranda mənfi 2 eləyəcək, toplayanda mənfi 1 eləyəcək. Üçüncü bəndə baxaq. Gördünüz, çox maraqlı, rahat bir üsuldur və çevrilmiş kvadrat tənliklərə tətbiq olunur ancaq. Əgər kvadrat tənlik çevrilmiş şəkildə deyilsə, onu çevirib sonra bu üsulu tətbiq eləyə bilərsiniz uşaqlar. İndi qabaqda, bax, burada qarşımıza çıxacaq, orada izah eləyəcəm. Köklər cəmi olacaq x-in əmsalının əksi, yəni müsbət 11. Burada mənfi 11 də əksini götürürük. Köklərin hasili isə bərabər olacaq sərbə səddin özünə. Görəsən, bu hansı ədədlərdir? Vuranda 10, toplayanda 11 eləyir, 10 ilə 1. Dördüncü bəndə baxaq. X kvadratı çıxaq 6x, çıxaq 40, bərabərdir 0. Köklər cəmi əks işarə ilə götürülmüş ikinci həddə, yəni mənfi 6-ya, mənfi 6-nın əksi müsbət 6-ya. Köklərin hasili isə sərbə səddə bərabər. Hansı ədədlər ola bilər? Vuranda mənfi 40 eləsin, toplayanda isə 6 eləsin. 10 ilə mənfi 4 ola bilər. . 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
Gətirib yoxlasaq 10-un kvadratı 100, 100-dən 60-ın çıxanda 40, 40-dan da 40-ın çıxanda 0. Mənfi 4-ün kvadratı 16, mənfi 4-ü 6-ya vuranda 24, toplayanda 30, 40, 40-ı da çıxanda 0. Hər birini yerinə qoysaz görəcəksiniz ki, tənlik 0-a çevrilir. Yəni, tənliyin köküdür. İndi uşaqlar, keçək digər bəndləri həll edək. Gördüyünüz kimi, yəni üsul çox maraqlı, çox asan bir üsuldur. Beşinci bənd çevrilmiş kvadrat tənliyə öncə gətirilməlidir, sonra bu üsulu tətbiq eləyə bilərik. X kvadratı çıxaq 3x çıxaq 5 bərabərdir 0. Öncə çevrilmiş kvadrat tənliyə gətiririk. Çevrilmiş kvadrat tənliyə gətirmək üçün tənliyin hər bir həddini x kvadratının əmsalına bölürük. Bu şəkildə çevirə bilərik tənlikləri. 2x kvadratı bölək 2, çıxaq 3x bölək 2, çıxaq 5 bölək 2, bərabərdir 0 bölək 2. Tənliyin hər bir həddini x kvadratının əmsalına bölsək, tənlik çevrilmiş kvadrat tənliyə çevrilir. X kvadratı çıxaq 1,5x, çıxaq 2,5 bərabərdir 0. İndi uşaqlar, burada tətbiq edək. Köklər cəmi əks işarə ilə götürülmüş x-in əmsalına. Hasili isə sərbə səddin özünə bərabərdir. Mənfi 2,5-ə. Görək bu ədədlər hansı ədədlər ola bilər? Vuranda mənfi 2,5 eləsin, toplayanda 1,5 eləsin. Mənfi 2,5 ilə 1 ola bilər. Mənfi 2,5 ilə 1 ola bilər. Vuranda mənfi 2,5 eləyir, toplayanda yox, müsbət 2,5 ilə mənfi 1. Toplayanda müsbət alınsın deyə. Bunu mənfi 1 götürüm. x2 bərabərdir mənfi 1. Bəli, indi ödənəcək. İndi 6-cı suala baxaq. 6-cı bəndə daha doğrusu. 3x kvadratı üstə gələk 5x. 3x kvadratı üstə gələk 5x. Çıxaq 8 bərabərdir 0. Bu da çevrilmiş kvadrat tənlik deyil. Ona görə tənliyin hər bir həddini x kvadratının əmsalı, yəni 3-ə bölürəm. 3x kvadratı bölək 3. Üstə gələk 5x bölək 3. Çıxaq 8 bölək 3 bərabərdir 0 bölək 3. Oldu x kvadratı. Üstə gələk 5 bölək 3x. Bunu da çevirmirəm, bu şəkildə saxlayıram. Çıxaq 8 bölək 3 bərabərdir 0-a. Köklər cəmi əks işarə ilə götürülmüş ikinci həddin əmsalına, yəni mənfi 3-də 5-ə bərabər. Köklər hasili isə sərbə səddin özünə bərabər götürürəm. Mənfi 8 bölək 3. Kəsirlə fikirləşmək biraz çətin gələ bilər. Kəsirləri və yaxud da onluq kəsirləri fikirləşmək. Tam ədədlərdə daha rahat cavab tapılır, amma yenə də kəsirlərdə də tətbiq eləmək olar. İndi fikirləşək görək, hansı ədədləri vuranda 3-də mənfi 3-də 8, toplayanda mənfi 3-də 5 verər. Bu da hansı ədədlər ola bilər? Elə mənfi 3-də 8 ilə müsbət 1 ola bilər. x1 bərabərdir mənfi 3-də 8, x2 də bərabərdir, müsbət 1 ola bilər. Uşaqlar, görsəz ki, bax, bu kəsir şəklində olanlarda və yaxud onluq kəsir şəklində olanlarda cavab tapa bilmirsiniz, diskriminant üsulunu tətbiq eləyə bilərsiniz və yaxud vuruqlara ayırma üsulunu. Bir üsulu tətbiq edə bilməyəndə digərini tətbiq edib cavab alınacaq. Keçək 7-ci bəndə. 4x kvadratı çıxaq 9 bərabərdir 0. İndi uşaqlar, burada köklər cəmi yoxdur. Bunu bu şəkildə çevirib yaza bilərəm. Hər tərəfi 4-ə bölürəm öncə. 4-ə bölmədən. Birinci, orada x həddinin olmadığını göstərim sizə. 0 vuraq x. Çıxaq 9 bərabərdir 0. Tənliyi bu şəkildə çevirdim uşaqlar.
Gördüyünüz kimi, yuxarıdakı misalda 4x kvadratı çıxaq 9 bərabərdir 0 idi. Ortada x həddi, yəni ikinci hədd yox idi. Yoxdursa, onu 0 vuraq x-lə əvəz elədim. Yenə də 0x-ə vuranda 0 eləyir, yenə də yoxdur. Sadəcə gözümüzdə bir ax kvadratı plus bx plus c bərabərdir 0 şəklində kvadrat tənliyin ümumi formasını qurdum. Ona bənzətdim. İndi uşaqlar, bu tənliyin hər bir həddini x kvadratın əmsalına bölüb çevirirəm. Doqquz bölək 4 bərabərdir 0 bölək 4. Oldu x kvadratı. Üstə gələk, yenə 0-ı 4-ə vuranda, 4-ə böləndə yenə 0 eləyəcək. Çıxaq 9 bölək 4 bərabərdir 0. Nə demişdik? Tənliyin kökləri cəmi əks işarə ilə götürülmüş sərbəst x-in əmsalına bərabərdir. 0-ın da mənfisi müsbəti olmadığına görə elə 0 götürürük. Köklər hasili isə sərbəst həddin özünə bərabər götürürük. Mənfi 4-də 9-a. İndi fikirləşək bu ədədləri. Görək hansı ədədlərdir. Vuranda mənfi 4-də 9 eləsin, toplayanda 0 eləsin. Toplayanda 0 eləyirsə, deməli bu əks ədədlərdir. Köklərdən biri olacaq mənfi 2-də 3, digəri olacaq müsbət 2-də 3. Vuranda mənfi 4-də 9 eləyir, toplayanda 0 eləyir. Bax, toplayanda 0 eləyirsə, gördüm ki, bu əks ədədlər olacaq. İndi isə uşaqlar, keçək 8-ci, 9-cu bəndlərin izahına. X kvadratı üstə gələk 4x bərabərdir 0. Bu tənliyi vuruqlara ayırmaqla da işləmək olar. Ortaq vuruq mötərizə xaricinə çıxartmaqla da həll etmək olar. Viet teoremindən də həll etmək olar. Sadəcə şərt Viet teoremi olduğuna görə Viet teoremini tətbiq edirəm. Burada da nə yoxdur uşaqlar? Sərbəst hədd yoxdur. 2x kvadratı üstə gələk 4x üstə gələk 0 yazacağım sərbəst həddin yerinə bərabərdir 0. Hər tərəfi 2-yə bölürəm. X kvadratı üstə gələk 2x, 0-ı 2-yə böləndə yenə 0, 0-ı 2-yə böləndə yenə 0. İndi Viet teoremini tətbiq edə bilərik, çünki tənliyimiz çevrilmiş kvadrat tənliyə keçdi. Köklər cəmi əks işarə ilə götürülmüş ikinci həddin əmsalına, yəni x-in əmsalına mənfi 2-yə bərabərdir. Köklərin hasili isə 0-a bərabərdir. Bərabərdir 0. Elə buradan görürük ki, köklərin hasili 0-dırsa, deməli vuruqlardan biri 0-dır. Digəri də olacaq, cəmi mənfi 2 olması üçün elə mənfi 2. Vuranda 0 eləyəcək, toplayanda mənfi 2 eləyəcək. 9-cu bəndə də baxaq. 2d kvadratı üstə gələk 12d. Çıxaq 16 bərabərdir 0. Tənliyin hər bir həddini x kvadratının əmsalına bölürəm. 2-yə böləcəm. Olacaq d kvadratı üstə gələk 6d çıxaq 8 bərabərdir 0. Tənliyin hər bir həddini kvadratın əmsalına böldüm. D kvadratının əmsalına böldüm. Yəni baş həddin əmsalına, belə deyək. İndi burada dəyişənlər d olduğuna görə uşaqlar, kökləri d1, d2 ilə işarə edirəm. Köklər cəmi olacaq d-nin əmsalının əksi, mənfi 6. Köklər hasili olacaq. Burada fərqi yoxdur. Birinci d1, sonra 2 d2 yaz və yaxud d2, d1 yaz. Heç bir fərqi yoxdur uşaqlar. Vuruqların yerini dəyişəndə hasil dəyişmir. İndi fikirləşək, vuranda mənfi 8, toplayanda mənfi 6 eləyən ədədlər. Vuranda mənfi 8 eləmək üçün 4 ilə mənfi 2 götürərəm, amma cəmi 6 vermir. 2 ilə 4 götürərəm, mənfi 4 götürərəm, yenə 6 vermir. Uşaqlar, bu ədədləri tapa bilmədik. Deməli, bu tənliyin kökləri tam ədədlər deyil, irrasional ola bilər, kəsr ola bilər. Gəlin, bax, buradan diskriminant üsulunu tətbiq edək. Götürürəm
X kvadratının, yəni D kvadratının əmsalı A bərabərdir 1. B, D-nin əmsalını götürəcəm 6. C-də sərbəst hədd. Sadəcə burada dəyişən D ilə işarə olunub. İndi diskriminant tapıram. B-nin kvadratı çıxaq 4 vuraq A, vuraq C. 6-nın kvadratı çıxaq 4 vuraq 1, vuraq -8. 6-nın kvadratı 36, üstə gələk, mənfi vuranda müsbət elə. 4 dəfə 8, 32. Toplayanda da bizə verəcək 68. Köklərini tapaq. X1 bərabərdir -B üstə gələk kök altda D bölək 2A. -B, yəni -6. Üstə gələk kök altında 68 bölək 2 vuraq 1. 68-dən də 68-i, kök altda 68-i göstərə bilərəm. Kökün altında 4 vuraq 17 kimi. Buradan da çıxacaq 2 kökdə 17. Kənarda izah elədim. Burada birbaşa cavabını yazacağım uşaqlar. Bu sadəcə izahdır. Kənarda göstərdim ki, başa düşəsiniz. -6 üstə gələk 2 kök altında 17 bölək 2. Hesablayıram cavabını. Hər bir həddini məxrəcə böləndə -3 üstə gələk kökdə 17 alındı. Digər kökü də bunun elə qoşması olacaq. -6 çıxaq 2 kök altında 17 bölək 2. Bütün hədləri indi sadəcə ortadakı işarə fərqlidir. -3 çıxaq kök altda 17. İndi yoxlayaq görək Viet teoremindən ödənirmi bu? Köklər cəmi həqiqətən də -6 verir. Köklər cəmi 3-ün kvadratı 9. 9-dan da 17-sini çıxanda -8 verir. Birinci çalışmanın izahını sizlərlə yekunlaşdırdıq. İndi isə keçək ikinci çalışmanın izahına. Təliyin köklərini seçmə üsulu ilə tapın. A bəndi. X kvadratı çıxaq 5x çıxaq 6 bərabərdir 0. Köklər cəmi. X-in əmsalının əksini götürürük 5. Köklər hasili isə sərbəst həddin özünə bərabər. Vuranda -6 eləyən, toplayanda 5 eləyən ədədlər 6 ilə -1 ola bilər. X1 bərabərdir 6, X2 də bərabərdir -1. B bəndinə baxaq. X kvadratı çıxaq 4x, üstə gələk 3 bərabərdir 0. Köklər cəmi. X-in əmsalının əksi müsbət 4. Köklər hasili sərbəst həddin özü. Vuranda 3, toplayanda 4 eləyən ədədlər elə 3 ilə 1 olar. 3 ilə 1. C bəndinə baxaq. X kvadratı çıxaq 8x, üstə gələk 12 bərabərdir 0-dır. Çevrilmiş kvadrat tənlikdə köklərin cəmi əks işarə ilə götürülmüş x-in əmsalına bərabər olur. Köklərin hasili isə sərbəst həddin elə özünə bərabər olur. Heç nəyini dəyişmirik, işarəsini dəyişmirik. Vuranda 12, toplayanda -8 eləyən ədədlər -6 ilə -2 ola bilər. X1 bərabərdir -6, X2 bərabərdir -2. Bunu da necə rahat tapıram? Təbii ki, bir neçə dəfə işlədikdə artıq beyin daha sürətlə fikirləşir və avtomatik bu ədədlərin hansı ədədlər ola bildiyini təxmin eləyirsiniz. Ola bilər siz təzə başlayanda biraz çətinlik çəkəsiniz tapmaqda, amma sonradan alışacaqsınız. Gördüyünüz ki, tapa bilmirsiniz, keçin başqa bir metod tətbiq edin. Yavaş-yavaş öyrənəcəksiniz. X kvadratı çıxaq 6x, üstə gələk 8 bərabərdir 0. Köklər cəmi müsbət 6-ya bərabərdir. X-in əmsalının əksi.
Köklərin hasili isə sərbəst həddin özünə bərabərdir. Vuranda 8 eləyən hansı ədədlər ola bilər? Tapmağın asan üsulu bir də nədir? Onu da deyim. Hasildən başlayın. Öncə hasili fikirləşin. Vuranda 8 hansı ədədlər eləyə bilər? 1-i 8-ə vuranda. Amma toplayanda 9 eləyəcək. Bizə lazım deyil. 2-ni 4-ə vuranda 8 eləyir. Bəli, 2 ilə 4 toplayanda 6 eləyir. Görürsünüz, bax, belə ehtimalları fikirləşən kimi asan tapmaq olur. 2 ilə 4. D bəndini izah elədik. İndi uşaqlar keçək E bəndinə. X kvadratı çıxaq 8x üstə gələk 15 bərabərdir 0. Köklərin cəmi müsbət 8 götürürük. Köklərin hasilini isə 15-in özünə bərabər götürürük. İndi hasildən başlayaq. Vuranda 15 hansı ədədlər eləyər? 1-i 15-ə vursaq 15 eləyər, amma cəmi 16-dır, bizə lazım deyil. 3-ü 5-ə vursaq 15 eləyər, bəli. Bunların cəmi ilə 8 eləyir. Tapıldı. F bəndinə baxaq. X kvadratı çıxaq 2x çıxaq 48 bərabərdir 0. Köklər cəmi müsbət 2, köklərin hasili mənfi 48. Vuranda mənfi 48 hansı ədədlər edər? Mənfi eləyirsə birini mənfi, birini müsbət götürək. Məsələn, mənfi 6 ilə müsbət 8. Vuranda 48 eləyəcək, toplayanda da 2 eləyəcək. Elə ilk ehtimalda düşündük bunu. Tapa bilmirsinizsə 48-in bölənlərini fikirləşirsiniz. Hansı ədədə vuranda 48 eləyir? Toplayanda 2 eləyəcəkmi? Bax, o şəkildə fikirləşib tapa bilərsiniz. Tapdıq ki, mənfi 6 və müsbət 8 ödəndi. İkinci çalışmanın da izahını yazdıq. İndi isə uşaqlar keçək üçüncü çalışmanın izahına. Birinci bəndə baxaq. X kvadrat üstə gələk px çıxaq 35 bərabərdir 0 tənliyinin köklərindən biri 7-yə bərabərdir. O biri kökü və p əmsalını tapın. Birinci. X kvadratı üstə gələk px çıxaq 35 bərabərdir 0. Tənliyin köklərindən biri, tutaq ki, birinci kökü x1 7-yə bərabərdir. Köklərdən biri 7-yə bərabərdir. Ona görə x1-ə 7 deyirəm və Viet teoremi tətbiq edirəm. Köklər cəmi əks işarə ilə götürülmüş ikinci əmsala bərabərdir. Köklər hasili isə sərbəst həddə bərabərdir. Yəni, x1 ilə x2-ni vuranda, öncə vurmasını yazım. x1 ilə x2-ni vuranda mənfi 35 almalıyıq. x1-in qiyməti verilib, 7 vuraq x2 bərabərdir mənfi 35-dirsə, x2-ni tapanda mənfi 35-i bölürəm 7-yə. x2 bərabər olur mənfi 5-ə. Köklərin cəmi isə əks işarə ilə götürülmüş p-yə bərabərdir. Bax, burada yazırıq. Köklər cəmi. x1 üstə gələk x2 bizə mənfi p-ni verir. Kökləri yerinə qoyuram. 7 üstə gələk mənfi 5 bərabərdir mənfi p-yə. Tənlik kimi həll edirəm. 2 bərabərdir mənfi p-yə. Onda p də bərabər olacaq mənfi 2-yə. Bu şəkildə həm ikinci kökünü, həm də p-nin qiymətini tapdıq. İkinci bəndə baxaq. X kvadratı çıxaq 13x üstə gələk q. Bərabər 0 kvadrat tənliyin köklərindən biri 1-ə bərabərdir. Tutaq ki, x1 bərabər olsun 1-ə. Onda köklərin cəmi əks işarə ilə götürülmüş ikinci həddin əmsalına bərabər olur. Müsbət 13-ə yerinə qoyuram. 1 üstə gələk x2 bərabərdir 13. x2 də bərabər olacaq 13 çıxaq 1. 12. İndi
uşaqlar, bizə Q-nü tapmaq lazımdır. Köklərin hasili bizə nə verirdi? Q-nü verirdi, elə özünü. Onda kökləri bir-birinə vururam. Biri 12-yə vururam. Q-yə bərabər olur. Q bərabər olur 12-yə. Həm ikinci kökü, həm də Q-nü tapmış olduq. Keçək üçüncü bəndin izahına. Üç x kvadratı üstə gələk bx üstə gələk 12 bərabərdir 0. Tənliyinin köklərindən biri 2-yə bərabərdir. O biri kökü və B əmsalını tapın. Tənliyin köklərindən biri 2-yə bərabərdirsə, gətirib tənlikdə yerinə qoysaq, B əmsalını tapa bilərik. Köklərindən biri x1 tutaq ki, bərabər olsun uşaqlar 2-yə. 3 vuraq 2-nin kvadratı üstə gələk B vuraq 2 üstə gələk 12 bərabərdir 0. Əgər x1 tənliyin köklərindən biri 2-dirsə, gətirib tənlikdə x-in yerinə qoyduqda tənlik doğru bərabərliyə, yəni 0-a çevirməlidir. 3 vuraq 2-nin kvadratı 4-dür. Üstə gələk 2b, üstə gələk 12 bərabərdir 0. Hesablayaq. 12 üstə gələk 2b, üstə gələk 12 bərabərdir 0-a. 2b bərabərdir mənfi 24-ə. 12 ilə 12-ni topladım və sağ tərəfə keçirdim. B də bərabər olacaq 24-ü mənfi 24-ü 2-yə bölsək mənfi 12. B-nin qiymətini tapandan sonra gətirib tənlikdə yerinə yazıram. 3x kvadratı sadəcə B-nin qiymətini burada qeyd edəcəm. Çıxaq 12x B oldu mənfi 12. Üstə gələk 12 bərabərdir 0. İndi tənliyin hər bir həddi 3-ə bölünür. Ona görə 3-ə bölürəm və çevrilmiş kvadrat tənlik alınacaq. X kvadratı çıxaq 4x üstə gələk 4 bərabərdir 0. Hər bir həddi 3-ə böldüm. Bax, bundan sonra Viet teoremi tətbiq edə bilərik. Köklər hasili, tənliyin o biri kökü və B əmsalını tapın. B əmsalını tapmışıq, indi o birisi kökü tapaq. x1 üstə gələk x2 bərabərdir 4-ə, x1 vuraq x2 bərabərdir yenə 4-ə. Hansı ədədlər ola bilər? Köklərdən biri də 2-dir. Ya birinci tənlikdə yerinə qoyun, hesablayın, ya 2-də. Heç bir fərqi yoxdur. 2 üstə gələk x2 bərabərdir 4-dürsə, x2 də bərabər olur 4 çıxaq 2, 2-yə. Həqiqətən də x1 ilə x2-ni hər ikisi 2-yə bərabərdir, vuranda da 4 eləyir. İkinci tənlikdə hesablasaydınız da yenə eyni cavab alırdıq. x1-in yerinə 2 qoyuruq, 4-ü 2-yə bölürük, yenə 2 alınır. Yəni bu tənliklərin hansı birində yerinə qoysaz, cavab eyni alınacaq. İndi isə keçək 4-cü bəndin izahına. X kvadratı çıxaq 12x x kvadrat çıxaq 12x üstə gələk q bərabərdir 0. Q hərfinə q deyirlər riyaziyyatda. Siz istəsəz q da oxuya bilərsiniz. Tənliyinin köklərinin fərqi 2-yə bərabərdir. Tənliyin köklərinin fərqi 2-yə bərabərdir. Lap gözəl uşaqlar. Öncə Viet teoremini tətbiq edirəm. Tənliyin köklər cəmi nəyə bərabər idi? X-in əmsalının əksinə, yəni müsbət 12-yə. Tənliyin köklərinin fərqi isə 2-yə bərabərdir deyir. Yəni, x1-dən x2-ni çıxanda bizə verir 2. Uşaqlar, burada sistem tənlikdə toplama üsulunu tətbiq edə bilərik. Tərəf-tərəfə toplama. Toplayanda əks işarəli hədlər gedir. Tənliyin sol tərəfini ayrıca toplayırıq, sağ tərəfini ayrıca toplayırıq. Toplasaq x1 üstə gələk x1 2x1 verir. x2 üstə gələk mənfi x2 bunlar əks işarəli olduğuna görə gedir. Lap istəyirsiniz yazıb göstərim. x1 üstə gələk x2
üstəgələk x1 çıxaq x2. Təlinin sol tərəfi ilə sol tərəfini, sağ tərəfi ilə sağ tərəfini toplayıraq. Bunu da keçmişsiniz 7-ci sinifdə toplama üsulu. Əks işarəli hədlər gedəcək, qalır 2x1 bərabərdir 14-ə. x1-i də tapmaq üçün 14-ü 2-yə bölsək, x1 bərabər olacaq 7. Tənliyin köklərindən biri 7-dirsə, bax bu tənliklərdən hansı birində istəsəz əvəzləyə bilərsiniz. 7 üstəgələk x2 bərabərdir 12-yə. x2-ni də tapmaq üçün 12-dən 7-sini çıxırıq. x2 də bərabər olur 5. Hansı tənlikdə? İkinci tənlikdə də yerinə yazsaydınız, yenə 5 alınardı. Bizdən də nəyi soruşur? Q əmsalını soruşur. Viet teoreminə görə köklər hasili Q-yə bərabərdir. Q bərabərdir x1 vuraq x2, o da bərabərdir 7 vuraq 5, 35. Siz bunları bu şəkildə də yaza bilərsiniz, alt-alta da yaza bilərsiniz. Sizə necə rahatdırsa o şəkildə yazarsınız. İndi uşaqlar, mən keçirəm 4-cü çalışmanın izahına. X kvadratı çıxaq 3x çıxaq 5 bərabərdir 0 tənliyinin kökləri x1 və x2 olarsa, ifadənin qiymətini hesablayın. X kvadratı çıxaq 3x çıxaq 5 bərabərdir 0. Tənliyin köklər cəmi əks işarə ilə götürülmüş x-in əmsalına bərabərdir. x1 üstəgələk x2 bərabərdir 3-ə. x1 vuraq x2 bərabərdir -5-ə. Bu Viet teoremidir. İndi uşaqlar, vuranda -5, toplayanda 3 eləyən ədədləri şifahi tapa bilirikmi? Xeyr. Çünki vuranda 5 eləyər, -5 eləyər, -1 ilə 5 cəmi 3 vermir. 5 ilə -1 cəmi 3 eləmir. Ona görə biz bu hədlərdən sadəcə istifadə edirik. İndi A bəndində diqqət eləyək. x1 vuraq, x1-in kvadratı vuraq x2 üstəgələk x1 vuraq x2-nin kvadratı. Ortaq vuruğu mötərizə xaricinə çıxardacağım. Hər bir hədd x1 vuraq x2-yə bölünür. Həm birinci hədd, həm ikinci hədd. Bölsək birinci həddə x1 qalır, ikinci həddə x2 qalır dərəcələrinə görə. Hasilin yerinə, bax bu hasilin yerinə uşaqlar nə yaza bilərik? 3 yaza bilərik. Cəmin yerinə isə, daha doğrusu -5 yaza bilərik. Cəmin də yerinə 3 yaza bilərik. Gəlin yazaq, hesablayaq. Bərabərdir. -5 vuraq 3. Cavab eləyəcək -15. İndi keçək B bəndinə baxaq. x1-in kvadratı üstəgələk x2-nin kvadratı. Bunu hesablamalıyıq uşaqlar. Bunu hesablamazdan əvvəl mən bax bu birinci həddin, birinci tənliyin hər tərəfini ayrı-ayrı kvadrata yüksəldəcəm və burada yazılan ədədlər alınacaq. Niyə o şəkildə həll edirəm? Çünki bizə ancaq bunlar verilib. x1 ilə x2-nin cəmi, bir də x1 ilə x2-nin hasili. Amma bizə kvadratları cəmi lazımdır. Bunun üçün gərək tənliyin sol tərəfini və sağ tərəfini ayrı-ayrılıqda kvadrata yüksəldək. Birinci həddin kvadratı üstəgələk 2 misil vuraq birinci hədd vuraq ikinci hədd. Üstəgələk ikinci həddin kvadratı bərabərdir 9. İndi bu hasilin yerinə -5 yaza bilərik. Burada görürsünüz. Bax, burada Viet teoremindən alınan nəticələri sadəcə variantlarda tətbiq edirik. Hesablayaq. x1-in kvadratı üstəgələk 2 vuraq -5. Üstəgələk x2-nin kvadratı bərabərdir 9. x1
x1-in kvadratı çıxaq 10 üstə gələk x2-nin kvadratı bərabərdir 9. Bu 10'u da keçirəcəm 9'un yanına. x1-in kvadratı üstə gələk x2-nin kvadratı bərabər olacaq 9 üstə gələk 10, yəni 19'a. İndi keçək C bəndinə. C bəndində də bax bu həddin hər tərəfini, birinci tənliyin hər tərəfini kuba yüksəldəcəm. Çünki bizdə kublar cəmi var. Yəni kublar cəminin cavabını istəyir. C bəndi. x1 üstə gələk x2 bərabərdir 3 tənliyini, yəni birinci tənliyini həm sol tərəfini, həm sağ tərəfini ayrı-ayrılıqda kuba yüksəldirəm. Çünki burada kublar cəmidir. Olur x1'in kubu üstə gələk 3 misil vuraq x1'in kvadratı vuraq x2 üstə gələk x1 3 misil yaddan çıxdı, 3 misil yazım sonra. 3 misil vuraq x1'in özü, x2'nin isə kvadratı. Bu düsturar yenə 7-ci sinifdə keçmişsiniz, oradan təkrar edə bilərsiniz. Üstə gələk x2'nin kubu bərabərdir 3'ün kubu da 27'dir. İndi uşaqlar, x1'in kubu və x2'nin kubunu yan-yana yazıram. Çünki onları hesablayacağım. İşarələr də onsuz da müsbətdir. Heç bir problem yaranmaz. Keçdik əsas bax bu hissiyə. İndi altından xətt çəkəcəyim hissiyə. Ortaq vuruğu mötərizə xaricinə çıxardacağım. Buradan. Hər biri 3x1 x2'yə bölünür. Ona görə 3x1 vuraq x2'ni mötərizə xaricinə çıxardıram. Ortadakı da işarələr də vuraqlardır. 3x1 x2'yə böldükdə qalır birinci hissədə x1, ikinci hissədə x2 bərabərdir 0. İndi x1 x2 hasilinin yerinə -5, cəminin yerinə isə 3 yazıb həll edir ifadəmizi. Bayaqçı kimi. x1'in kubu üstə gələk x2'nin kubu üstə gələk 3 vuraq -5 vuraq 3. Burada da 0 deyil 27'dir. Buradakı 27. Bərabər 27'yə. Həll edək. x1'in kubu üstə gələk x2'nin kubu 3'ü 3'ə vuranda 9, 9'u da -5'ə vuranda -45 bərabər 27. Sonra bu -45'i 27'nin yanına keçirəcəm. x1'in kubu üstə gələk x2'nin kubu bərabərdir 27 üstə gələk 45. Bunu da uzatmadan elə qabağından cavabını yazıram. Bir daha aşağıdan yazmayacağım. 60, 45 deyib 47 yazıram. 45. Bizə verəcək 60, 72. Bu misalın həllinə diqqətlə qulaq asarsınız uşaqlar. Başa düşməsəz hətta bir neçə dəfə qulaq asın. Çünki bəzən qarşınıza imtahanda da bu tip sual çıxa bilər. Dördüncü çalışmanın da izahını verdim. İndi isə keçirəm 5-ci çalışmanın izahına. Tənliyi həll etmədən köklərin işarəsini müəyyən edin. Amma gəlin biz həll edərək göstərək. A bəndinə baxırıq. X kvadratı çıxaq 17x üstə gələk 16 bərabərdir 0. Bu arada tənliyin köklərin işarəsini həll etmədən necə tapırıq onu da göstərim. Viyet teoreminin. Vuranda 16, toplayanda 17 eləyən ədədlər deməli hər ikisi müsbət olacaq. Gəlin yazaq. x1 üstə gələk x2 bərabərdir müsbət 17-yə. Əksini götürürük. x1 vuraq x2 də bərabərdir 16-ya. Vuranda da müsbət, toplayanda da müsbət eləyirsə, deməli bu ədədlərin hər ikisi müsbətdir. Biri olacaq 16, biri də olacaq 1. 16 ilə 1, hər ikisi müsbətdir. B bəndinə baxaq.
2x kvadratı çıxaq x çıxaq 54 bərabərdir 0. Öncə uşaqlar nə edirdik? Hər bir həddi x kvadratının əmsalına bölərək çevrilmiş kvadrat tənliyə gətirirdik. Hər bir həddi 2-yə böləcəm. Olacaq x kvadratı çıxaq 2-də 1 x çıxaq 27 bərabərdir 0. Vuranda, daha doğrusu birinci toplamanı yazaq. Toplayanda 2-də 1, 0.5 də yaza bilərdik bunun yerinə. Vuranda isə mənfi 27 eləyən ədədlər. Əgər hasil mənfiyə bərabərdirsə, uşaqlar, deməli köklərdən biri mənfi, biri müsbətdir. Köklərdən biri mənfi, digəri müsbətdir. x1 tutaq ki, 0-dan böyük olsa, onda x2 0-dan kiçik olar. Həll eləmədim, burada saxladım. Çünki bizdən həll etmədən deyirdi. Siz davam edib həllini də yaza bilərsiniz. Sadəcə bunu fikirləşmək bir çətinlik yarada bilər. Diskriminantla həll etsəz daha rahat cavab alacaqsınız. Burada da köklərdən hər ikisi müsbət idi. Həll etmədən də bunu bax, buradan deyə bilirdik hasildən. Hasil müsbətsə, deməli köklərdən hər ikisi müsbətdir. İndi C bəndinə baxaq. Tənliyin hər bir həddini x kvadratının əmsalına bölüb öncə çevrilmiş kvadrat tənliyə gətirirəm. Olur x kvadratı çıxaq 1 bölə 3x çıxaq 1 bölə 3 bərabərdir 0-a. Köklərin cəmi müsbət 3-də 1-ə, hasili isə mənfi 3-də 1-ə bərabərdir. Əsas hasilə baxırsınız. Əgər köklərin hasili mənfidirsə, nə vaxt mənfi ala bilərik? Ədədlərdən biri müsbət, biri mənfi olanda, vuranda cavab mənfi verir. Deməli, köklərdən biri müsbət, biri mənfidir. x1 tutaq ki, böyükdür 0 və x2 kiçikdir 0. Köklərdən biri mənfi, biri müsbət olanda hasil mənfi verər. Başqa hallarda verməz. İndi keçək uşaqlar D variantını həll edək. X kvadratı üstə gələk 13x üstə gələk 12 bərabərdir 0. Köklər cəmi mənfi 13-ə bərabər olacaq. Köklərin hasili isə müsbət 12-yə bərabər olacaq. Əsas hasilə baxırıq. Köklərin hasili müsbətdir. Biz nə vaxt vuranda müsbət alırıq? Ədədlərdən hər ikisi mənfi olsa, vuranda müsbət alınar və yaxud ədədlərdən hər ikisi müsbət olsa, vuranda cavab müsbət olar. İndi, əgər ədədlərdən hər ikisi müsbət olsaydı, cəmi də müsbət olardı. Deməli, ədədlərdən hər ikisi mənfidir. x1 də 0-dan kiçikdir, x2 də 0-dan kiçikdir. İndi, burada kökləri də tapa bilərik, asandır. Biri mənfi 12-dir, biri də mənfi 1-dir. Asan da olanları həll etmədən qısa şəkildə burada göstərdim. İndi uşaqlar, keçək 6-cı çalışmanın izahına. 6-cı çalışmaya keçməzdən öncə burada qısa bir qayda var. Həmin qaydaya baxaq. Viet teoreminin tərs teoremidir bu da. Viet teoremini bir daha yadımıza salırıq. X kvadratı üstə gələk px plus q bərabərdir 0 şəklində çevrilmiş kvadrat tənliklə tənliyin köklərinin cəmi əks işarə ilə götürülmüş ikinci həddin əmsalına köklərin cəmi isə sərbəst həddin özünə bərabər olur.
İndi gələk görək tərsi necədir. M və N ədədlərinin cəmi mənfi P-yə, hasili isə Q-yə bərabər olarsa, bu ədədlər x kvadrat üstə gələk px plus q bərabərdir 0 şəklində çevrilmiş kvadrat tənliyin kökləridir. Bir daha təkrar edirik. M və N ədədlərinin cəmi mənfi P. X-in əmsalının əksi. Hasili isə Q-yə bərabərdirsə, deməli bu M, N ədədləri x kvadratı plus px plus q bərabər 0 tənliyinin kökləridir. Uşaqlar, burada P-nin yerinə mənfi M plus N, Q-nin yerinə də M vuraq N şəklində yazıb, tənliyi isbat etmək olar. Aşağıda. İndi vurub açıb sadələşdiririk. M kvadratı çıxaq, M kvadratı çıxaq, MN, üstə gələk MN. MN-lər getdi, M kvadratı getdi, bərabərdir 0. Deməli, x bərabərdir M tənliyin köküdür. N də yazsaq, yenə tənliyin kökü alınacaq. Burada bir nümunəmiz var. Ola bilər ki, sizə ədədlərlə biraz, hərflərlə biraz çətin görsənsin, dəyişənlərlə. Amma ədədlərlə izah edəndə daha rahat başa düşəcəksiniz. Tutaq ki, kökləri 3 və mənfi 5 olan çevrilmiş kvadrat tənlik qurmaq istəyirik. Bir dəfə kökləri toplayacağam. Toplayanda neçə alındı? Mənfi 2. Əksini götürürəm, müsbət 2. Müsbət 2-ni yazıram x-in əmsalına. Bir dəfə də ədədləri vururam, mənfi 15. Mənfi 15-də yazıram sərbəst ədədin yerinə. Olur x kvadratı plus 2x çıxaq 15 bərabərdir 0. Çevrilmiş kvadrat tənlik quruldu. Gəlin indi bu dediklərimizə görə 6-cı çalışmanın izahına baxaq. Kökləri verilmiş ədədlər olan çevrilmiş kvadrat tənlik qurun. A bəndində. Köklərdən biri 3-dür, digəri isə 4-dür. Öncə kökləri cəmləyirəm. Bərabərdir mənfi P verirdi bizə. Mənfi P. 3 üstə gələk 4 bərabərdir mənfi P. 7 bərabərdir mənfi P-yə. P də bərabər olacaq mənfi 7-yə. Sonra da kökləri vururuq. x1 vuraq x2 bərabərdir 3 vuraq 4 olacaq 12. Bu da Q-yə bərabər idi. Köklərin cəmi əks işarə ilə P-yə, köklərin hasili isə Q-yə bərabərdir. Çevrilmiş kvadrat tənliyin ümumi şəklini yazıram. Px üstə gələk Q bərabərdir 0. Gətirib yerinə yazacağım qiymətlərini. P mənfi 7-dir. Q isə 12-dir. Bərabərdir 0. Bu birincisi. İndi B bəndinə baxaq. Köklərdən biri 2, digəri isə 5-dir. Köklərin hasili mənfi P-yə bərabərdir. x1 üstə gələk x2. x1 ilə x2-ni toplayıram. Mənfi P bərabərdir 7. P də bərabərdir mənfiyə böləndə və yaxud vuranda mənfi 7 alınır. Sonra köklərin hasili isə Q-yə bərabərdir. Çevrilmiş kvadrat tənliyin ümumi şəklində sadəcə P ilə Q-nun qiymətlərini yerinə yazırıq. Oldu x kvadratı çıxaq 7x üstə gələk 10 bərabərdir 0. Kvadrat tənlik qurulmuş oldu. Keçək C bəndinə. C bəndində köklərdən biri 3-dür, mənfi 3 hətta, digəri isə 6-dır. Öncə köklərin cəmini yazırıq. Köklərin cəmi əks işarə ilə götürülmüş x-in əmsalına, yəni P-yə bərabərdir. Kökləri cəmləyib əks işarə ilə götürəcək. Mənfi P
bərabərdir mənfi 3 üstə gələk 6, mənfi p bərabərdir müsbət 3-ə, hər tərəfi də mənfiyə vursaq p bərabərdir mənfi 3 olacaq. Sonra köklərin hasilini tapırıq. Köklərin hasilində Q ilə işarə edirik. Mənfi 3 vuraq 6, mənfi 18. Çevrilmiş kvadrat tənlikdə P ilə Q-nun qiymətlərini yerinə yazıb tənliyi sadələşdiririk. X kvadratı çıxaq 3x çıxaq 18 bərabərdir 0. D variantında köklərdən biri mənfi 4, digəri 2-dir. Mənfi P bərabərdir x1 ilə x2-nin cəminə. Mənfi P bərabərdir mənfi 4 üstə gələk 2, mənfi P bərabərdir mənfi 2-yə. İndi hər tərəfi də mənfiyə vursaq P müsbət 2 olacaq. Q də bərabərdir x1 plus x2, mənfi 4 üstə gələk 2 bizə mənfi 2 verdi. Q hasilidir. Mənfi 4 vuraq 2, mənfi 8. Çevrilmiş kvadrat tənlik x kvadrat üstə gələk px üstə gələk q bərabərdir 0-dır. P və q-nin qiymətlərini yerinə qoyub tənliyi yazırıq. Bu isə 6-cı çalışmanın izahı idi. Ümid edirəm ki, başa düşdünüz. Dərsimiz asan bir dərsdir. Həm asan, həm maraqlı bir dərsdir. İndi isə keçək 7-ci çalışmanın izahına. Səhifə 64-ü yekunlaşdırdıq. 64-dəki bütün çalışmaları izah etdik. 7-ci çalışma səhifə 65-də yerləşir və həmin səhifəyə başlasam, uşaqlar çalışmaların sayı çoxdur. 16-ya kimi davam etməliyik və videonun müddəti çox uzun olacaq. Ona görə mən burada dayandıracağım. Digər çalışmaları isə, yəni səhifə 65-in izahını isə növbəti videomda çəkib sizlər üçün paylaşacağım. Kanala abunə olmağı, bildirişləri açmağı unutmayın ki, təzə videolar yüklənəndə sizin də xəbəriniz olsun. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gələn video dərslərimdə görüşmək ümidi ilə dərslərinizdə uğurlar.